41-ci sual. Seyfi 34. Kimya formulu üzrə hesablamalar. Dövlət İmtahan Mərkəzi test toplusu səhifə 34. Fosfor, fosforun quruluş formulu verilir. Bir molekulun kütləsi soruşulur bizdən. Və fosfor bu arada atom kütləsi 31. Bir molekulun kütləsi soruşulur inşallah. Yəni bir şey unutmayaq ki. Əgər bu quruluşa baxanda görmək olur ki, burada bir fosfor deyil də 4 fosfor. Deməli, bunun formulu necə olacaq? P4. P4 isə onda 31 deyil də. Bunun molar kütləsi nə qədər olacaq? 124. Qram böl mol. Düzdürmü? Yəni, 1 mola düşən kütlə 124 qramdır. Başqa sözlə 1 mola uyğun gələn molekul sayı nə qədərdir? Altdan -2 + 23 molekul. Düzdür? 1 mola düşən kütlə, təkrar edirəm, 124 qramdır. 1 mola uyğun gələn molekul sayı da altdan -2 + 23 molekuldur. Onda bunlar hər ikisi bir-birinin onda bərabərdir də. Yəni 124 qrama 6,2 + 23 molekul uyğun gəlir. 124 qrama 6,02 vur 10 üstü 23 molekul uyğun gəldiyinə görə onlar mənə deyirlər ki, bir molekulun kütləsi nə qədərdir? Bu arada uşaqlar 6,2 vurulsun 23 yazmaq məcburiyyətində deyilsiniz. Bu elə özü enadır. Yaxşı. Yox, elə ena da yaza bilərsiniz. Yəni, bunu sadəcə belə də yaza bilərsiniz. Yaxşı, ena molekul. O da deyir ki, bir molekul olarsa, bəs kütləsi nə qədər olar? Bəli, 124-ü nəyə bölürsən? Ena. Yaxşı. Bir molun kütləsini gəlin baxaq uşaqlar. Bir molun kütləsi, indi mən bayaq az öncə nə dedim? Dedim, bir molun kütləsi neçə qramdır? Bəli, deməli, bir də uyğun gəldi 124 bölən o. 2 uyğun gəlir 124. 3-ə də bir molekulundakı atomların sayı. 4. Bəli, molekulundakı atomların sayı 4-dür. Artıq ena yazmaya ehtiyac yoxdur. Molekuldakı atomların sayı deyəndə siz orada 4 vur ena yazmırsınız. Amma bir moldakı atomların sayı desə, burada 4 ena yazacaqsınız. Mənim mol olanda, müəllim, bir molunda nə qədər atom soruşsa məndən, nə qədər atom soruşsa, mən ena yazmalıyam. Bir molunda neçə mol atom soruşsa, onda filan mol atom yaza bilərsin. Aydın olurmu? Məsələn, bunun bir molunda bizdən soruşsaydı ki, neçə mol fosfor atomu var? Siz deyəcəksiniz ki, 4 mol fosfor atomu var. Yaxşı. Soruşsaydı ki, bunun bir molunda neçə fosfor atomu var? Onda cavab olacaqdı 4 Na fosfor atomu var. Amma molekul da soruşanda ki, neçə fosfor atomu var? Onda sadəcə indeksi deyirsiniz. Yaxşı. Nə deyirsiniz? Sadəcə olaraq indeks. Yəni 4. İndi bunlara uyğun gələnləri seçsin görək nə olur. Yaxşı mı? Nə olur cavab o zaman? Bir geldi. Hı -hı. Sonra sual var buyurun. 70 mi? 70. Yani 70'e sınır vermemişsin. 70'i verməmişəm şimdi. Düz. Alüminium plus H klor. Niyə verməmişəm? Çünki tənliyi alınan maddələrin hələ bilmirsiniz deyə. Yəni hər bir şeyin səbəbi var. Yəni bu sual verilməmə səbəbi nədir? Siz bunu bilmirsiniz ona görə. Amma indi mənfi reaksiya yazandan sonra siz bunu nə edəcəksiniz? Əmsallaşdıracaqsınız. Və orada yox da yazdım da problemdir. Görürsünüz? Sıfırdan başlayıb artanlar məhsullardır. Yuxarıdan başlayıb düşənlərsə reaksiya girənlərdir. Nələrdir? Reaksiya girənlər. Bu buradan başlayır. Gəlir düşür bu. Bu zaman. Zamandır. O new'dur. Bu da 0,6'dır. Yaxşı.
Bu y-dir, bu da nədir? X-dir. Uşaqlar, belə bir məsələ var. Məhsul iki dənə əmələ gəldi, düzdürmü? Biri y, biri x. Biz bu tənliyə əmsallaşdırandan sonra qərar verə bilərik ki, bu alüminium kloridlə hidrogendən hansı biri y-dir, hansı biri x-dir. Sizə necə qərar, nəyə əsasən qərar verə biləcəyik? Bunların alınan mollarına görə. Əmsalı böyük olan y olacaq, əmsalı kiçik olan x olacaq. Tənliyə əmsallaşdıranda uşaqlar, bura 2 yazırıq ki, bu xlorun indeksi təkid onu cüt eləyək. Məcbur o zaman burada 2 yazaq. O zaman 6 dənə xlor var. Bura 6 yazmalıyıq. O zaman burada nə yazmalıyıq? 3 yazmalıyıq. Və asanla görə bilirik ki, alüminium klorid üçün molu 2, hidrogen molu isə 3-dür. Deməli, belə çıxır ki, bu hidrogendir. Bu isə kimdir? Alüminium kloriddir. Yaxşı. İndi gəlin mol nisbətlərini işləyək. Alüminium klorid tənlikdə neçə olanda hidrogen neçə olur? Deyə bilərsiniz. Necə? Alüminium klorid tənlikdə 2 olanda hidrogen neçədir? 3 olur. Üçün. Bəs qrafikdə hidrogen neçə veriblər? Sonunda. Gətirirsən hidrogenin altından yazırsan, alüminium kloridin altına x yazsan tapırsan. Yaxşı. Yaxud A yazırsan tapırsan. Sonunda 4. 0,4 olacaq. Yaxşı dostlar. İndi qrafikasında neçə mol x maddəsi alınar deyir. X maddəsi yəni alüminium klorid. Biz də tapdıq 0,4 mol x maddəsi. Mörtəzdə yazıram, yəni alüminium klorid. Yaxşı. Sonra hansı sual var? Buyurun. 52. 52-də hansı qaz, havada hansı qazların miqdarının artması havanın orta molekyular kütləsinin artmasına səbəb olur? Belə bir şey götürək. M orta, hava 29, air oksigen 16, air hidrogen veriblər, helium veriblər. Helium 4, air karbon 12, air argon neçə? 4. Başqa var, məsələn, bir dənə var. Bu da 14. Düzdür? Uşaqlar, gəlin bir formulayı, böyük ehtimal ki, formulayı yazanda əziyyət çəkmişsiniz. Oksigen, böyük ehtimal ki, O yazmışsınız. Sizin ən böyük səhviniz O yazmaqdır. O2 olmalıdır. 2 azot. Böyük ehtimal ki, N yazmışsınız. Amma N2 yazmaq lazım. Hidrogen də oksigen də azotdur. Bunlar heç vaxt yazanda indeksində 2 yəni yazmağı unutmayın. Mütləq şəkildə 2 yazılmalı. Yəni bir atom deyirlər onlar. Helium. Helium sadəcə olaraq H. Karbon qazı. CO2 və argon. Argonda da nə olacaq? Arı. Yaxşı. Bundan sonraki işimiz nə olacaq? Təbii ki, maddələrin nələrini hesablamaq, molekyular kütlələrini hesablamaq. Bu molekyular kütləsi eləyir 32, bu molekyular kütləsi eləyir 28, bu molekyular kütləsi eləyir 4, bu molekyular kütləsi eləyir 44, bu molekyular kütləsi eləyir elə bunun molekyular kütləsini çevir 4 eləyir. Sağ ol. Molekyular kütləsini çevir 4 eləyir. Düzdür? İndi bizə nə lazımdır? Bizə lazımdır ki, hansı qazların miqdarının artması havanın orta molekyular kütləsinin artmasına səbəb olur. Havanın orta molekyular kütləsi neçədir? 29. Gəlin belə bir qərar verək ki, havanın molekyular kütləsi çox olmasından ötürü 29-dan molekyular kütləsi böyük olan qaz əlavə edirik. Düzdürmü? O belə şeyləri, sualları rekord eləmişəm deyə narahat olun. 4 yazmışsın, 40 deyil. Nəyə? Argonu. Argon neçə yazmışam? Mən üzrlə hesab edeyim. 40-dır. Uşaqlar, havanın molekyular kütləsi neçədir? 29. Bunlardan hansının molekyular kütləsi 29-dan böyüksə, yəni havadan böyüksə, bizə o cavabları seçmək lazım olacaq. Bunu götürə bilərik, bunu yox, bunu götürə bilərik də bunu. Onda hansılar oldu? 1, 4, 5. Yəni bir sözlə, havanın molekyular kütləsindən böyük molekyular kütlələri qazlara əlavə edəndə orta molekyular kütlə artır, kiçik əlavə edəndə azalır. Yaxşı.
Qaydası sadəcə bilsək kifayət yerinə alır. Sonra hansı suallar var? Buyurun. 15'te başlayırsa, 15'te geçler. Evet, tamamda başlayalım. İşte geçler başlıyor, bir falan da başlar. Siz 15 dəqiqə işləmiş şeydi. Yox, yəni. Tamamda burası bu da gəl 15 dəqiqə. Ben çok 15'te geçler. Hı. Ha, tamamda. Yok 15 dəqiqə eləmiş olmaz. Tamam. Size gələn səfərdən öncə nəzərə alarsınız. 15 dakika kalmış. Hı. Ha, o hissə o 3-cü günə 5-15 dəqiqə qalmışdı. Hə, o düz deyir. Əvvəl əslində qalsa 15 dəqiqə işləmişdi. Sonra biz şey elədik, onu düzəltdik ki, çıxasız o bir hazırlan çıxanda arada çox gözləməyəsiz deyə mən onu eləmişəm. 12 elədim. Sən 12-də çıxırlar. Siz də 12-də çıxırsınız. Biraz 10 dəqiqə işləmişdim. Və işləmişdim, hətta qalmışdı. Çıxa bilərəm, çünki hazırlığım var 2-də. 73. Evet. 54. 54-cü sual. İkinci qaba ikinci 15'te başlıyor. 14-15'te başlayacak bugün. 15 dakika əlavə çəkdik. 10 yaxşı. Yaxşı. Nə var? Deməli 1 mol nə var? Oksigen var. Bir də 0,5 mol nə var? HCS var. Yaxşı. Və burada belə bir məsələ var. Hidrogen 1-dir. Karbon 12-dir. Azot 14-dür. Kür 32-dir. Oksigen də 16-dır. Əlavə dərsə gəlmək lazımdır. Sən gəlmişdin, gəlməmişdin. Danışamadıq. Mən normalde 6-cı gün gələcəkdim. Prosto bugünə düşür də. Onun üçün nə vaxt Hə, o siz vaxtları deyərsiniz. deyəcəm, sən mütləq gəlmək lazım. Deməli uşaqlar, tərəzi görürsünüz də, bu gözü 1 mol oksigendir, o bir gözündə 0,5 mol HCS-dir, düzdür? Yaxşı. Tərəzinin biz yəni tərəzinin biz nəticə istifadə edirik? Bir şey, nəyi ölçür? Ölçü vaid olaraq nəyi ölçəndə? Kütləni mi, həcmi mi? Kütləni. Deməli bizim tərəzinin həm sol, həm sağ gözlərindəki maddələri nəyə gətirməliyik? Kütlələrini tapmalıyıq. Burası. Burada oksigendir, burada da HCS-dir. Eşitdiniz nə dedi? Dedi, nələrini tapmaq lazımdır? Xoşum gəldi, əslində buna. Maliyyə kütlə dedi uşaqlar. O boş-boşuna demədi maliyyə kütlə. Hamınız bilirsiniz də bu niyə dedi maliyyə kütlə. Çünki maliyyə kütlə ona görə bizə lazımdır ki, mən demişdim ki, kütlə söhbəti ortaya düşübsə, siz maddələrin maliyyə kütləsini tapmalısınız. Əlbəttə ki, hansı maddələrin? Əlimizdə olan maddələrində oksigen var, HCS var. 32, HCS 34. Yaxşı. Düşünün ki, maliyyə kütlə uşaqlar nə deməkdir? Yəni neçə mola düşən kütlə deməkdir? 1 mol. İndi 1 mol oksigen belə çıxır ki, neçə qram olacaq? 32. Bu da 1 molu neçə qramdır uşaqlar? Bunlar neçə mol veriblər? Bunun yarısını veriblər. Bunun yarısını veriblərsə, 0,5 bunu veriblərsə, onda bu da neçə, bunu da yarısını götürəcək. Neçə olacaq? 17 qram. Belə. İndi burada belə bir məsələ var. Bura ikinci qaba 0,5 molda X əlavə edilir. Bu X maddəsi bu cavablı variantlarda verilənlərdən biri və yaxud bir neçəsi ola bilər. C2H4, C2H6, NO, CH4 və N2. İndi siz özünüz düşünün uşaqlar. Bura 32-dir. Burası 17-dir. Bunun bura çatmasına nə lazımdır? 15 qram daha lazımdır. Düzdürmü? Deməli, indi bu 15 lazımdırsa, bu 0,5-i 15 eləməsindən ötürü 1 molu neçə edəcək? Bax, düşünün də, bu maddənin 0,5 molu 15 qramdır. Onda maddənin 1 molu nə qədər olar? Neçə olar? 15-i 0,5-ə bölürsünüz. Yəni 15-i 2 dəfə artırırsınız da. Neçə eləyər?
Bəli, götürəcəyimiz qazın emeri nə olmalıdır? 30 olmalıdır. İndi baxırsınız ki, hansında 30 demir. Bu neçədir? 28. Bu neçədir? 30. Bu neçədir? 30. Bu neçədir? 16. Bu neçədir? 28. Onda cavab nə olacaq? S2 aşağıtı nə? N10. Düzdür? Düzdür dostlar? Hə, baxmışıq izahı var üçün narahat olma. Yaxşı. Gözümden kaçırıyor 72 yazıldım. Yoksa 72 mi vermem? Ha, yani 73'e bakalım. 70-də gəlin baxaq. 67. 67-də 32 qram CH4 qazının 40 litr həcm tutduğu təzyiq temperaturda 54 qram SO2 qazı neçə litrdir? 32 qram CH4 40 litr həcm tutduğu şəraitdə. Yəni P də konstantdır. Uşaqlar, bu arada P təzyiq deməkdir də, bilirsiniz də yəqin ki, fizika kursunda. Bəli, bəli, bəli. Temperatur da constant. Uşaqlar, əslində qalsa, Mendeleyev Klaperon tənliyi var. PV bərabərdir nu RT. Mendeleyev Klaperon tənliyidir. Fizika kursunda keçilir bu. Bu, yəni sual Mendeleyev Klaperon tənliyi ilə həll oluna bilər və yaxud tənasüblə həll oluna bilər. Bunlar deyir ki, bunu sabit saxla, konstant. Bunu da sabit saxla. R universal qaz sabitdə, səhvləmirəmsə 8,61 Joule bölünsün mol Kelvindir, düzdür? Joule bölünsün mol vurulsun Kelvindir. Bizim bununla hələli işimiz yoxdur. Sadəcə olaraq deyilən belə bir şey var yəni. Və. Sizin əlinizdə nə qaldı dəyişənlər? V, nə qaldı? Nu, bir də nə qaldı? T. Nə qaldı? V, nu, T. Bu birinci qazsın, məsəl üçün. Bir də o biri qazını da yazaq. P, V2 bərabərdir nu 2, R, T. Yox, mən T niyə şey elədim ki? Sabitdir, onu niyə dairəyə aldırdınız mənə? Səs eləmədiniz, heç birisi. Sabit idi. Yaxşı, onun işimiz yoxdur. Dəyişənlər nələr oldu? Ancaq V ilə nu. Düzdür? Onda bərabərliyi tərəf-tərəfə bölsə, V1 bölünsün V2 bərabərdir. Nu1 bölünsün Nu2. Razısınız? İndi burada belə bir məsələ var. Sən Nu1, yəni qazların biri metandır, biri də hansı qazdır? Hansı qazdır? Oksigen qazı. Uşaqlar, 32 qram metan bir şeyin formulu varsa nə hesablamalıyım? Görürsünüz ki, beyni oturub. O tez deməlisən, mənim emerini tap. Mənim emerini tap. Emerini tap. Emerini tap. Oksigen emeri neçə edir? Oksigen emeri 32 edir, düzdürmü? Bu mənası nə deməkdir? Yəni 1 molda 16 qramdır. Bəs bizə neçə qram veriblər metan? Deməli, bizə neçə veriblər? 2 mol. Burada necə yaza bilərsiniz? 1 mol 32 qramsa 64 qram. O da 2 daha. İki. Şey 2 daha çok olacak. Saçtan 2. Bu əksinə hə. 2 mol olacaq, düzdürmü? Razısınız məndən, dostlar. İndi gətirir burada şeylərini yazırıq. Bu qazın həcmini veriblər. Neçə veriblər? 40 veriblər. Onda 40 bölünsün. V2 bərabərdir. Nu1-in neçə oldu? 2. Nu2 neçə oldu? 2. Çarpaz bunu yazsaq. V2 neçə yazır? 40. Bu sənin Mendeleyev Klaperon tənliyi ilə sualın həlli. Bəs bu düsturu mən bilməsəm, sualı edə bilərəm. Yaxşı sualdır. Yaxşı sualdır. Eləyə bilərsin də. Tənasüb nə? Əlbəttə. Molları götürdün, tapdın. Tapdın. 2 mol, 2 mol. Bunun elə moluna 40 litr uyğunsa, bunun da moluna
X litr uyğundur. Все, tapacaqsın. Yaxşı. Təkrar edirəm. Molları tapandan sonra 2 mola 40, 2 mola X. X neçəyə yenə 40 çıxır. Mendeleyev KP-nin tənliyi olmadı, önəmli olan. Keçdik 70 neçəyə? 3-ə. 70 3-ə, düzdür? Bu şəkil çəkimci vaxt üçün gedməsin. Yəni, uşaqlar, bu suala necə yanaşırıq? Gəlin birinci baxaq burada. 0,1 molü maddənin neçə qram verib? X2 maddəsinin, X2 maddəsi üçün. 0,1 molu nə qədər verilib? 6,2 qram. Uşaqlar, biz maddənin maliyyə necə tapırıq? Neçə mola sual verməklə? Ay, belə şey xoşum gəldi. 1 mola sual versən, bu maddənin nəyini tapmış olursan, maliyyə kütləsi. Və bəli. İndi bunun açılışı necədir? Şimdi, bəli. 2x plus y təkrar edirəm. Bax, bunu açdığa və bərabər elədik neçəyə? Buradan aldığımızda 62. Keçək x2, y2 içində bunu yazaq. Bu uşaqlar görürsünüz də neçəyədir bu. 0,2 molunun kütləsi nə qədər verilib? 15,6 qram. Bəs 1 molunun kütləsi nə olur? Həmişə maliyyə kütlə olur. Razısınız? Burada necə olacaq? 2x plus 2y bərabər neçə edir? 15,6-nı 0,2. Yəni 156-nı 2-yə bölürsə, 78 eləmir. 78 edir, düzdürmü? Edir. Bu arada uşaqlar, mən hər tərəfdən 2-ni ixtisar eləsəm, bunu necə yaza bilərəm? X plus y bərabər 39. Bu arada uşaqlar, mən sizə bir söz deyim. Yuxarıdakı tənlikdən aşağıdakı tənliyi çıxıb, hətta X-i də tapa bilərəm. Sistem tənliyini. Y-lər gedəcək ixtisar. 2x-dən X-i çıxacaqsan. Düzdürmü? Təkrar edirəm. 2x plus y çıxırsan, bu bərabərin sol tərəfindən, bərabərin sol tərəfini, sağ tərəfindən sağ tərəfini çıxanda arası sadəcə olaraq x bərabərdir. 60-dan 39 çıxanda neçə edir istəyətə? 23 edir, yoxsa? 23. Biz tərtib edir. 23. Yaxşı, gözəl insanlar. Gəldik hansı maddəyə? X-Z maddəsini, düzdürmü? Bu arada X uşaqlar hazırdır ya. Yəni, xəbəriniz olsun ki, X hazır. Bu arada XZ qaldı da, düzdürmü? XZ yox, şey qaldı. Nə qaldı orada? Hə, XZ qaldı. Gəlin XZ içində əməliyyat eləyək. 0,1 molunun kütləsi neçə qram uşaqlar? 6,2 qram. 1 molunun kütləsi neçə eləyəcək? XZ yazmalısan əvvəlcə. XZ 6,2. 10,3. Sorry. 10,3-də. Tez biraz xəbər elədiniz bizə, mən baxım. X plus Z neçə edir? 103 edir. Düzdür. Bildiniz nəyə görə 103 edir? Çarpaz vursanız 10,3 0,1. X-in qiymətini də bilirsiniz. Nigar demişkən. Bəli, 23 plus Z bərabərdir 103. Z bərabərdir 80-də bu edir. O da bizdən Z-in nisbatın kütləsini soruşur. Bu qədər bəsit sual. Qəşəng sualdır. Yəni, əsl 400 sual yəni.